Həyata keçirilməsi imkansız kimi görünən işlər incə dəqiqliklə və sevgi ilə ediləndə uğurlu nəticələr verir. Peşə təmayüllü siniflərin təşkili. İlklər hər zaman həyəcan verici, həm də çətindir. Bu çətinliklərə baxmayaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Peşə təmayüllü siniflər layihəsi fəaliyyətə başlayır. Əsas məqsədi şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq olan layihə, ümumi təhsil məktəblərində təhsil alan 10-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Bu siniflərdə şagirdlər ümumi təhsil fənləri ilə bərabər müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Tədris ilinin sonunda isə şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək sertifikat əldə edirlər. Cəmiyyətə peşəkar kadrlar qazandırmaqda əhəmiyyətli rol oynayan bu layihənin uğurları hər ötən il artır. Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər digər şagirdlərdən bir addım öndə olurlar. Çünki 2 illik tədris prosesində əmək bazarının tələblərinə uyğun olaraq 2 peşəyə yiyələnirlər. Həmçinin onlara keçirilən təlimlər, iştirak etdikləri sosial layihələr, təcrübə səfərləri və təcrübə proqramları şagirdlərimizin hərtərəfli inkişafını təmin etməklə onları əmək bazarında daha rəqabətli edir. Layihənin daha bir üstünlüyü onun yalnız paytaxtda deyil, həm də bölgələrdə tətbiq olunmasıdır. Təhsil səviyyəsi və şərait baxımından Bakıdakı təhsil ocaqlarından heç də geri qalmayan bu məktəblərdə şagirdlər yüksək səviyyəli kadr kimi yetişir. Layihə fəaliyyətə başlayandan etibarən bizim rayonumuzda da rəğbət qazandı. Sizə bildirmək istəyirəm ki, hazırda yaxınlıqda yerləşən 4 kənddən şagirdlər bizim məktəbə peşə təmayüllü siniflərdə təhsil almağa gəlirlər. Müəllimlər uzaq-yaxın demədən eyni həvəs və enerji ilə məktəbə gəlir. Şagirdlərə ixtisas sirləri öyrədir. Mənim çalışdığım məktəb yaşadığım kənddən uzaq məsafədə yerləşir. Yolum hər nə qədər çətin olsa da, dərsə hər gün ilk günkü motivasiya ilə gəlirəm. Mənim qardaşım Ağayev Cavanşir 44 günlük vətən müharibəsində şəhid olub. İşə gələrkən hər gün onun abidəsinin yanından keçirəm. Dəfələrlə olub ki, həmin yolu ağlayaraq gəldiyim halda şagirdlərimin üzündəki təbəssüm məni həyata yenidən bağlayıb. Ona görə də bu iş mənim sadəcə vəzifəm deyil, eyni zamanda arzularımdır. Şagirdlər də öz növbələrində imkanlardan yararlanaraq peşə sirlərinə yiyələnir və gələcək karyera planlarını indidən qurmağa başlayırlar. Peşə təmayüllü siniflərdə oxuyandan modelyer dizaynerlik bacarığımı təkmilləşdirmişəm. Artıq öz hazırladığım eskizlər üzərində də geyimlər tikirəm. Mən özümə güvənən, bacarıqlı olduğuma inanan, əmək bazarına körtəbii şəkildə keçməyən şagirdlərdənəm. Layihədə kənd təsərrüfatı profili üzrə aqronom, təmir-tikinti profili üzrə kombi kondisioner, dülgər, mebel quraşdırma, çilingər, xidmət profili üzrə aşpaz, bərbər, dərzi, qənnatçı, IT profili üzrə isə helpdesk, qrafik dizayner, kompüter operatoru kimi tələbat olan ixtisasların öyrədilməsinə üstünlük verilir. Bütün məktəblərdə STEAM və sürücülük modulunun tətbiqi həyata keçirilir. Sürücülük dərslərində şagirdlərə həm nəzəri, həm də praktiki dərslər keçirilir və sonda imtahanları uğurla keçənlərə sürücülük imtahanında iştirak üçün şəhadətnamə verilir. Artıq layihə öz bəhrəsini verməkdədir. Müxtəlif peşə hazırlığını keçmiş məzunlar həm öz peşələrinə uyğun təhsillərini davam etdirə, həm də əmək bazarında aktiv iştirak edə bilirlər. Peşə təmayüllü siniflərdə aqronomluq peşə ixtisasını bitirmişəm. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində torpaqşünaslıq və aqrokimya ixtisası üzrə ali təhsil aldım. Ölkəmizdə aqrar sahəyə olan kadr tələbatı mənim bu istiqamətdə təhsilimi davam etdirməyimə səbəb oldu. Peşə siniflərində aldığım təhsil mənim buradakı dərslərimi daha da asanlaşdırır. Mən peşə təmayüllü sinif məzunuyam. Peşə sinifinə təhsil və karyera hədəfim olmadan qəbul olmuşdum və indi özümü layihənin ən şanslı məzunlarından biri hesab edirəm. Çünki müəllim mənə ilk öncə peşəmi sevməyə öyrədib. 2 il öncə heç bir hədəfi olmayan Ülviyə bu gün artıq ölkənin nüfuzlu restoranlarının birində öz sevimli peşəsi ilə məşğuldur.
Şagirdləri müstəqil iş mühitinə hazırlamaq üçün karyera məsləhəti xidməti göstərilir və potensial iş yerlərinə təcrübə səfərləri təşkil olunur. Həmçinin şagirdlər təcrübə proqramlarına da cəlb olunur ki, bu təcrübə müddətini uğurla bitirənlər işlə təmin edilirlər. Fərqli peşələrə yiyələnmək, onların sirrini öyrənmək böyük bir təcrübədir və gələcəkdə hansı peşəni seçməsindən asılı olmayaraq bir gün bu biliklər qızıma öz köməyini mütləq göstərəcəkdir. Qızım hər peşə dərsindən sonra evə rəngarəng təəssüratlarla gəlir və bu təəssüratları bizimlə bölüşür. Şagirdlərin iştirakı ilə tez-tez incəsənət və yaradıcılıq, ekoloji, motivasiya və inkişaf istiqamətlərində müxtəlif sosial layihələr uğurla həyata keçirilir. Layihə əmək bazarında potensial kadrların yetişməsində önəmli rol oynayır. Belə ki, bizimlə çalışan əməkdaşların davamlı inkişafını təmin etmək üçün onlar mütəmadi olaraq təlimlərə cəlb edilir. Qrup rəhbəri işlədiyim 3 il müddətdə bizə keçirilən təlimlərdə ilk öncə özümü tanıyaraq potensialımın fərqində oldum. Karyera, şəxsi inkişaf, sahibkarlıq istiqamətləri üzrə biliklərə yiyələnmişəm. Hal-hazırda qrup rəhbəri olmaqla yanaşı, əl işləri hazırlayaraq kiçik sahibkar kimi fəaliyyət göstərirəm. Mən Nəzərli Aslan, Tahirli kəndindən peşə təmayüllü siniflərində dərzi ixtisasına marağım olduğu üçün yollar çətin olsa da gəlib burada təhsil alıram və bundan əlavə də sistem və əsas səslər dərsi ilə məşğul olurum. Başda söylədiyimiz kimi, imkansız kimi görünsə də, artıq peşə təmayüllü siniflər layihəsi bir çox uğura imza atmışdı. Yeni uğurlar hələ qarşıdadır. Qeyd edək ki, peşə təmayüllü siniflər Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında öz əksini tapmışdı. Belə ki, 2026-cı ilə kimi ölkə üzrə peşə təmayüllü siniflərin xüsusi çəkisinin 15%-ə çatdırılması planlaşdırılır.